Ötmə qadağandır nişanı quraşdırılarsa, onun təsir sahəsində hansı xətt çəkilməlidir? Nişanlanma xətti çəkilməlidir, qırıq-qırıq xətt mi çəkilməlidir, bütöv xətt mi çəkilməlidir? Yoxsa xətt olmasa sürücü nə etməlidir? Bu nişan yolun məhdud görüntülü sahələrində tətbiq edilir. Yəni sürücü hərəkət edərkən əks istiqamətli zolağa baxır və orada kifayət qədər məsafəni görə bilmir ötmək üçün. Bu sürətdən, şəraitdən, yolun vəziyyətindən və ən qədər digər məsələlərdən asılı ola bilər. Onun üçün də bu nişanın təsir sahəsində bütöv xəttin olmağı yol hərəkətinin təşkili baxımından doğrudur və bu belə də olmalıdır. Nə qadağandır nişanı var, ümumiyyətlə heç xətt yoxdur. Xətt yoxdursa, qırıq xətti kəsib keçmək olarsa, xətt olmadıqda nə istəyirsən edə bilərsənsə, bəs bu nişanın tələbinə necə əməl etmək lazımdır? Deməli, nişanın tələbinə əsas tutmaq lazımdır. Bu yük avtomobillərini ötməni qadağan edir. Əgər bu nişanın təsir sahəsində də bütöv xətt çəkilərsə, bəs minik avtomobilləri necə ötməlidir? Çünki bu ancaq yük avtomobillərini ötməni qadağan edir. Minik avtomobilləri ötə bilər, nişan var, qayda var, xətt var, amma müəyyən mübahisə doğuran suallar ortaya çıxır. Yol hərəkətinin təşkili elə olmalıdır ki, o təhlükəsizliyi təmin etsin. Ötmə qadağandır, nişanı qoyulubsa, sürücü heç orada çox fikirləşməməlidir. Ötmənin qadağan olduğunu bilib, əks istiqamətdə çıxıb ötmə əməliyyatı etməməlidir. Bunun üçün düz xəttin çəkilməsi daha məqsədə uyğundur və belə də olmalıdır. Çünki bizim qanunvericiliyə görə nişanla nişanlanma xəttləri bir-birini tamamlamalıdırlar və mübahisəli bir konsensus ortaya çıxartmamalıdır.